İnsan dünyaya gələrkən onun ruhu və nəfsi hələ heç nə yazılmamış ağ bir vərəq kimi təmiz olur. İnsandan baş verən yaxşı və pis əməllərin nəticəsində və bunun daha çox təkrarlanması nəticəsində onun şəxsiyyəti formalaşır. Buna bir neçə misal çəkmək olar. Məsələn, insan ilk dəfə günah eləsə, o günah bu insanın qəlbində bir iz buraxacaq. Və bu şəxs bu günaha görə peşman olaraq tövbə edəcək və günlərlə etdiyi bu günahın təsirindən çıxa bilməyəcək. Peşmançılıq hissi bu insanı buraxmayacaq. Yox, əgər bu insan ikinci dəfə bu günaha mürtəkib olsa, bu günahı yerinə yetirsə, yenə də bu insan elədiyi bu günaha görə peşman olaraq tövbə edəcək. Amma bu dəfə bu şəxsin peşmançılığı, narahatçılığı əvvəlkinə nisbətdə daha az olacaq. Niyə? Çünki günah çoxaldıqca insanda peşmançılıq hissi bir o qədər azalır. Əgər bu şəxs bu günahları daha artıq təkrar eləməyə başlasa, dəfələrlə bu günahı təkrarlasa, artıq bu günah bunda adət halını alacaq və bu insan nəinki günahdan tövbə etmək, heç peşman belə olmayacaq. Artıq bu günah bu insan üçün adi gələcək. Nə tövbə edəcək, nə peşman olacaq, nə də qəlbində bu günaha görə bir narahatsızlıq hissi keçirməyəcək. Çünki günah elə bir şeydir ki, təkrarlanmasının nəticəsində insanda olan abır həya hissini insandan aparır və insanın qəlbini get-gedə daşlaşdırır. Günah həqiqətən də belədir. İnsanı həm Allah yanında, həm bəndələr yanında həyasızlaşdırır. İnsanda olan həya pərdəsini aradan götürür.